Hövsandan daha bir xəbərimiz var. Vaxtı ikən uşaqların oyun oynadığı meydança indi hasara alınıb və ərazidə tikinti işlərinə başlanılıb. Bəs köhnə meydançanın yerində nə tikilir? Yaxınlıqda yaşayan sakinlərin və eləcə də bizim də marağımıza səbəb olan bu suala cavabı əməkdaşımız Hürə Əliyeva tapmağa cəhd edib. Məncə uşaqların daha yaxşı şəraitdə oynaması üçün yeni stadion tikərlər, yəni hər halda. Suraxanı rayonu Hövsan qəsəbəsi Elman Qasımov küçəsində bu ərazi əvvəlcə uşaqların oynaması üçün bir uşaq meydançası idi. Amma bugün bura hasara alınıb. Bəs burada nə tikiləcək, hansı işlər aparılacaq? Sakinlər də təsdiq edir ki, bağlanan ərazidə vaxt var idi uşaqlar oyun oynayırdılar. Amma indi həmin meydançadan əsər əlamət qalmayıb. Dörd bir tərəfdən ərazi hasara alınıb. İçəriyə isə qum, çınqıl və tikinti materialları tökülüb. Ağır texnika da iş başında idi. Amma ərazidə nə tikiləcək? Bundan sakinlər məlumatsızdır. Kimi deyir bina, kimi deyir ofis tikiləcək və daha nələr. Hərdən birdən uşaqlar gedirdilər, idman edirdilər, nə bilim gəzişmə olurdu. Uşaqlarımız gedib oynayırdı. İndi gətiriblər orada tikinti açıblar. Deyilənə görə biri deyir stadionda, o biri deyir yaşayış masivi olacaq. Oynayan oynayırdı, əhali yürüyüş edirdi. Orada stadion başına gəzinti edirdi, yürüyüş edirdi. Yəni biz kişilər də özümüz də yəni çıxırdıq, yürüyüş edirdik. Vallahi belə xəbərimiz yoxdur nə tikiləcəkdir. Amma onu bilir ki, gecə tezdən də traktor işləyir. O vaxtlar yaxşı idi, amma indi sonra bərbad oldu hamısı. Amma indi məsəl üçün nəsə bağlayıblar, ola bilsin ki, təmir olsun. Ola bilsin. Heç məlumatınız var nə tikiləcək? Vallahi dedilər asan xidmət deyib. Bir deyir futboldur, bir deyir nə bilim şirkət tikirlər, nə belə bir şey tikirlər. Daha sonra əraziyə tikinti işlərini aparan şəxs gəldi. O müsahibə verməsə də bizə bildirdi ki, bəs sakinlərin narahatlığına heç bir əsas yoxdur. Söz gedən ərazi abadlaşdırılır. Hasara alınmış sözü gedən ərazidə qabaq hissədə ticari kompleks olacaq. Arxa hissəsidəki park, yəni əhalinin oturub dincəlmək yeri. Uşaqların əyləncə mərkəzi, mini futbol, yaşlıların istirahət yeri, skamyakalar. Yəni normal park olacaq. Qabaq hissə isə kompleks olacaq. Ticari kompleks olacaq. Suraxanı rayon icra hakimiyyətindən də bildirdilər ki, sözgedən ərazi əmlak məsələləri dövlət xidməti tərəfindən verilmiş çıxarışa əsasən yaşıl mənzərə MMC-nin istifadəsindədir. Həmin MMC isə abadlıq quruculuq işləri aparılmağı nəzərdə tutur. Ümid edək ki, bu abadlıq quruculuq işləri ərazidə növbəti çox mərtəbəli binanın ortaya çıxması ilə yekunlaşmayacaq. Nəticədə stadion yenidən daha abad şəkildə sakinlərin ixtiyarına veriləcək. Hər halda biz də məsələni diqqətdə saxlayacağıq.